Salam xanımlarımız. Mən bugün toyuq qızartması elədim. Daha doğrusu toyuq deyil. Deməli toyuğun qanadını alırıq biz. Budu da eləmək olur, çox dadlı olur. Budla da dadlı olur, belə də dadlı olur. Toyuğun qanadını, kartof da mən içərisinə bax belə. Baxın, görürsüz bu qaydada doğramışam. Baxın bu qaydada doğramışam. Sonra biz bura deməli qatıq, mayonez tökürük. Qatıq mayonez çox qəşəng olur. Sarı kök, səprik. Bəli. Sonra duz səpirik. Duz səpirik, bəli. Pul biber. Pul biber səpirik. Bax belə. Biraz duru yağ əlavə edirik. Sonra bunu tamamilə deməli qarışdırırıq. Bax tamamilə biz bunu qarışdırırıq. Sonra biz bunu 180 dərəcədə qızan duxovkamıza bir də tomat əlavə edirik xanımlarımız. Tomat əlavə edirik. Bir qədər bu turş məzə olur. Bunun dadı turş məzə olur, qəşəng qızarır. Rəngi qırmızı olsun deyə bax biz bunu əlavə edirik bunun içərisinə. Deməli belə xanımlarımız. Mən bunu tamamilə qarışdıracağam. Sonra isə duxovkamıza qoyacağam. 20-25 dəqiqə ərzində bişib hazır olur. Belə xanımlarımız artıq bu hazırdır. Mən bunu listimizə əlavə edirəm. İçərisinə tökdüyüm içlik var. Hansı ki deməli qatıq idi, tomat idi. Bunların hamısını da bunun üzərinə əlavə edirik. Nə qədər çox səpsəniz bir o qədər yaxşıdır. Çünki daha gözəl qızarır. Çox qəşəng olur. Baxın. Listimizə bax belə yayırıq hər tərəfini. Bax bura siz. Deməli pomidoru da qoya bilərsiniz. Balaca pomidoru bütöv-bütöv də qoya bilərsiniz. Bax elə də bişir, çox dadlı olur. Görürsünüz, bax belə. Sıra ilə düzürük, bax bu qaydada. Hər tərəfi eyni bərabərdə qızarsın deyə. Görürsünüz? Çox qəşəng olur. İnanın ki, o qədər gözəl qızarır. Kartof o qədər qızarır, gözəl qızarır, o qədər qəşəng, necə deyirsiniz, yumuşaq olur. Həm qırmızı qızarır, həm qəşəng, yumuşaq olur kartof. Çox gözəl olur xanımlarımız. Nuş olsun. Xanımlarımız, mən sizə dərəcəni göstərim. Deməli, bax bu saat dəqiqət 25 dəqiqə qoyursunuz. 180 dərəcədə, alt üst rejimdə yarım saata hazır olacaq. Baxın xanımlarınız, nə gözəl qıpqırmızı qızarıbdır. Həm sosunu yumuşaq olur. Bunun içərisində qalan suyu görürsünüz. Baxın, mən bunu hansı ki sos hazırlayıb vurmuşdum mən bura. Həm sosu qalır içərisində. Bunu amma mən qoyacağam hardasa 15 dəqiqə ərzində bunun suyu tamamilə çəkilsin. Rənginin gözəlliyinə baxın, görün nə gözəl qızarır. Altı üstü eyni bərabərdə. Çünki mən ortada bişirirəm. Bunun altı üstü eyni bərabərdə qıpqırmızı qızarır. Nuş olsun xanımlarımız. Xanımlarımız, görün nə gözəl qızarıbdır. Nuş olsun xanımlarımız.